Salam, hər vaxtınız xeyir olsun, hörmətli abituriyentlər. Bugün sizə yeni test toplumumuzdan əvəzli mövzusuna aid olan testlərin son hissəsinin izahını verirəm. Keçən video izahımızda 100-cü sualımıza qədər testlərin izahını vermişdik. Gəlin, yerdə qalan testlərimizin də izahını verək. 101-ci sualımıza baxırıq. Boşluqdan sonra of, boşluqdan sonra cəm isim, xəbərimiz nədə gəlib? Cəmdə. Biz bilirik ki, içdən sonra of, cəm isim, cəm əvəzli, xəbərimiz nədə gəlir? Təkdə. Eynən vandan da sonra plus of, plus cəm isim, cəm əvəzli ki, xəbərimiz nədə olmalıydı? Təkdə olmalıydı. Bu olsun xəbəri bilirik ki, həmişə cəmdə olur. Ol plus of, plus cəm isim, xəbərimiz cəmdə, 4 doğrudur. 5-də də sam plus of, plus cəm isim, xəbərimiz nədə olur? Cəmdə. Ona görə düzgün cavabımız olacaq burada nə? 3, 4, 5, B variantı. 102-ci sualımıza baxaq. Boşluqdan sonra nə gəlib? Cəm isim, xəbərimiz cəmdə. Boşluq xəbəri həmişə cəmdə olur. 1 doğrudur. Ol plus of plus cəm isim, xəbər cəmdə. 2 doğrudur. İçdən sonra tək isim gəlir, cəm isim gəlmir. İç of birləşməsindən sonra cəm isim gəlir. Onda da xəbərimiz nədə olur? Təkdə. Eynən vandan da sonra sayılan tək isim gəlir. 4 ola bilməz. Sam plus of plus cəm isim, xəbərimiz cəmdə. Ona görə burada nə olacaq? 5 də doğru cavab olacaq. Düzgün cavabımız qaldı 1, 2, 5, B variantı. Keçən video izahımızda da demişdik. Variantların içində boş, ol, sam varsa, bunları bir-birindən ayırmaq olmaz. Nədir? Hər üçün eyni variantda götürmək lazımdır. %103-cü sualımıza baxaq. Boşluqdan sonra cəm isim, xəbərimiz nədə gəlib? Cəmdə. Boşdan sonra bilirik ki, cəm isim, xəbər cəmdə 1 doğrudur. İçdən sonra sayılan tək isim gəlir, 2 ola bilməz. Ol plus of plus cəm isim, xəbərimiz cəmdə 3 doğrudur. Van plus of plus cəm isim, cəm əvəzli, xəbərimiz təkdə olmalıydı, 4 yanlışdır. Sam plus of plus cəm isim, xəbər cəmdə 5 də doğrudur. Düzgün cavab qalacaq burada nə? 1, 3, 5 var, elə bir cavab C variantı. 104-cü sualımıza baxırıq. Boşluqdan sonra of, cəm isim, xəbərimiz isə təkdədir. Avtomatik sam boş gedir. Bunlardan sonra cəm isim of, cəm isim gəlirsə, xəbərimiz nədə olmalıdır? Cəmdə olmalıdır. Naiza plus of plus cəm isim, xəbər təkdə 2 doğrudur. Eynən van plus of plus cəm isim, cəm əvəzli, xəbərimiz təkdə 4 doğrudur. Everdən sonra da nə işlənmir? Of işlənmir. Cavabımız olacaq burada nə? 2, 4, D variantı. 105-ci sualımıza baxırıq. Boşluqdan sonra cəm isim, xəbərimiz cəmdə. Avtomatik boşdan sonra bilirik ki, cəm isim, cəm xəbər gəlir. 1 doğrudur. Heç plus of plus cəm isim, xəbərimiz təkdə olmalıydı. 2 yanlışdır. Oldan sonra cəm isim, xəbər cəmdə. 3 doğrudur. Everdən sonra of işlənmir. Sam plus of plus cəm isim gəlib. Xəbərimiz nədə? Cəmdədir. 5 də nədir? Doğru cavabdır. Düzgün cavabımız olacaq burada. 1, 3, 5, A variantı. 106-cı sualımıza baxırıq. Everdən sonra bilirik ki, of işlənmir. 1 ola bilməz. Burada baxırıq. Boşluqdan sonra cəm isim, xəbər cəmdə gəlib. Boşdan sonra cəm isim, xəbər cəmdə 2 doğrudur. Oldan sonra cəm isim, cəm xəbər 3 doğrudur. İç plus of, cəm isim, xəbərimiz nədə olmalıdır? Təkdə olmalıdır. 4 yanlışdır. Sam plus of, cəm isim, xəbərimiz cəmdə 5 də nədir? Doğrudur. Düzgün cavabımız olacaq burada nə? 2, 3, 5, B variantı. 107-ci sualımıza baxaq. Boşluqdan sonra cəm isim gəlib. Ənazdan sonra bilirik ki, nətər isim gəlir? Sayılan tək isim gəlir. Azəsdən sonra isim gəlmir. Eynən burada eni azəsdən da sonra isim olmayacaq. Düzgün cavabımız qalacaq burada nə? Eni azə. C variantı. 108-ci sualımıza baxaq. Boşluqdan sonra nə gəlib? Cəm isim gəlib. Baxaq, burada anaza bilirik ki, yəni anaza burada, anazdan sonra nətər isim gəlir? Sayılan tək isim. A variantı getdi. Evdən sonra nətər isim gəlir? Sayılan tək isim gəlir. B variantı ola bilməz. Azəsdən sonra isim gəlmir. Yenə burada ənazdan sonra sayılan tək isim gəlir. Düzgün cavabımız qalacaq burada nə? Eni azə. D variantı qalır düzgün cavabımız burada. 109-cu sualımıza baxaq.
of-dan sonra cəm isim, xəbərimiz nədə gəlib? Təkdə gəlib. Is-dən sonra of, cəm isim, xəbər nədə? Təkdə. 1 doğrudur. Ol plus of plus cəm isim, xəbərimiz nədə olmalıdır? Cəmdə. 2 ola bilməz. Bosun da xəbər həmişə cəmdə olduğuna görə boşda avtomatik çıxır. One plus of plus cəm isim, xəbərimiz təkdədir. 4 doğru cavabdır. Some plus of plus cəm isim, xəbərimiz cəmdə olmalıdır. Ona görə düzgün cavabımız qalacaq burada nə? 1, 4, var elə bir variant, A variantı. 110-cu sualımıza baxaq. Burada of, boşluqdan sonra cəm isim, xəbərimiz nədə gəlib? Təkdə. Xəbərimiz təkdədirsə, avtomatik bu sol gedir. Bunlardan sonra of, cəm isim gəlsə, xəbərimiz cəmdə olmalıdır. Everydən sonra of gəlmir. Düzgün cavabımız qalacaq burada nə? 3, 5, 1, 3. Burada plus of, plus cəm isim, xəbəri təkdə olduğuna görə düzgün cavabımız qalacaq 3, 5, C variantı. 111-ci sualımıza baxaq. Boşluqdan sonra of, cəm isim, xəbər cəmdə. Ol plus of plus cəm isim, xəbər cəmdə 1 doğrudur. Boş plus of plus cəm isim, xəbər cəmdə 2 doğrudur. Most plus of plus cəm isim, xəbər cəmdə 3 doğrudur. Everyone-dan sonra of gəlirsə, cəm isim, xəbər təkdə olmalı idi. 4 ola bilməz. Törəmələrin xəbəri nədə olur? Üzr istəyirəm. Törəmələrdən sonra of gəlmir, 5-də ona görə çıxır. Düzgün cavabımız qalacaq burada nə? 1, 2, 3, B variantı. 112-ci sualımıza baxaq. Boşluqdan sonra of gəlib, cəm işarə əvəzli özündən sonra cəm isim gəlib. Xəbərimiz nədədir? Cəmdə. Everyone plus of, cəm isim, xəbər nədə olmalıdır? Təkdə olmalıdır, 1 ola bilməz. Samdan sonra cəm isim, xəbər cəmdə 2 doğrudur. Törəmələrdən sonra of gəlmir, 3 ola bilməz. Boş plus of, boşun xəbəri həmişə bilir ki, cəmdə olur. 4 doğrudur. Ol plus of, cəm isim, xəbər cəmdə 5-də doğru variantdır. Düzgün cavab olacaq burada nə? 2, 4, 5, A variantı. 113-cü sualımıza baxaq. Bu da tərcümədir. Tərcüməyə fikir verir. Deyir, otaqda tamamilə sakitçilikdir. Deməli, sakitçilikdirsə, tərcüməyə baxırıq. Burada nobody olacaq. Nobody said any words. Yəni, heç kim bir söz demirdi. Heç bir söz demirdi. Ona görə düzgün cavabımız qalacaq nə? D variantı. 114-cü sualımıza baxaq. Boşluqdan sonra cəm isim gəlib. Cəm isim gəlibsə, avtomatik burada olacaq. Deməli, üzrlü sayın. Cəm isim gəlibsə, bizə nə lazımdır burada? Boşdan sonra bilir ki, cəm isim gəlir. Samdan sonra həm sayılən cəm, həm sayılmayan isim gəlir. 2 doğrudur. Oldan sonra cəm isim gəlir, sayılmayan isim gəlir. Burada da cəm isim gəlibsə, olda götürə bilərik. Each, every, ayzadan sonra nə tər isim gəlir? Sayılən tək isim gəlir. Ona görə 4, 5, 6 ola bilməz. Düzgün cavabımız qaldı burada nə? 1, 2, bir də 3. Var elə bir cavab C variantı. 115-ci sualımıza baxırıq. Boşluqdan sonra cəm isim gəlib. Samdan sonra bilir ki, sayılən isim varsa cəmdə işlənir. Sam doğrudur. Oldan sonra sayılən cəm isim, sayılmayan isim gəlir. Olda doğrudur. Boşdan sonra sayılən cəm isim gəlir. Ayza, each, everydən sonra nə tər isim gəlir? Sayılən tək isim gəlir. Avtomatik 3, 5, 6 çıxır. Düzgün cavabımız qalacaq nə? 1, 2, 4, A variantı. 116-cı sualımıza baxırıq. Boşluqdan sonra of gəlib. Ofdan sonra nə gəlib? Cəm əvəzli gəlib. Gəlin görək burada nə olacaq? Burada da deyəsən tərcüməyə fikir verəcək. Nick has got 4 news but he doesn't see. Bilirik ki, törəmələrdən sonra nə gəlmir? Törəmələrdən sonra of gəlmir. Aydındır. Sam və samın törəmələri harada işlənir? Təsdiq cümlələrində işlənir. Burada cümlə özü inkarda olduğuna görə bir cümlədə 2 inkarlıq olmaz. O da çıxır, düzgün cavabımız qalacaq nə? Burada nə? Y variantı. 116-da da düzgün cavabımız oldu Y variantı. Gəlin digər suallarımıza baxaq. 117-ci sualımıza baxaq. Boşluqdan sonra of, cəm əvəzli gəlib. 1-2 törəmələrdən sonra of gəlmir. Avtomatik B, D variantı gedir. Sam və samın törəmələri təsdiq cümlələrində işlənir. A variantı gedir.
Burada cümləmiz öz inkarda olduğuna görə bir sadə cümlədə iki inkarlıq olmaz. Y variantda gedir. Düzgün cavabımız qalacaq nə? C variantı. 118-ci sualımıza baxaq. I found several people. Burada da tərcüməyə fikir veririk. But varsa nə var? Qarşılaşdırma var. Yəni birinci tərəfdə təsdiq, ikinci tərəfdə nə? İnkarda olmalıdır və yaxud da ki, əksinə birinci tərəf inkar, ikinci tərəf təsdiq. Yəni orası mütləq elə olmalı deyil ki, yəni birinci tərəf mütləq cümlə öz inkarda olmalıdır. Yəni birinci tərəf müsbət mənalı, ikinci tərəf nə olmalıdır? Mənfi mənalı. Və yaxud da ki, əksinə birinci tərəf mənfi mənalı, ikinci tərəf nə olmalıdır? Müsbət mənalı. Burada samdan sonra isim gəlməlidir, ola bilməz. Everydən sonra isim gəlməlidir, çıxır. Baxaq, görək. Deməli, everybody-ni qoya bilməli, çünki burada but var. Əgər o bir neçə insana zəng vurubsa, deməli, heç kim ona cavab verməyib. Ona görə D-də çıxdı, ondan sonra isim gəlməlidir, variantda ola bilməz. Həm də ki, olu burada işlətsək, bilir ki, ol isimsiz mübtəda vəzifəsində çıxış edir. Yenə mənaya uyğun gəlmir. Düzgün cavabımız olacaq burada nə? B variantı. 119-cu suala baxırıq. Xəbərimiz nədədir? Təkdə. Bilir ki, bostan sonra of, cəm əvəzlik, xəbər, cəm əvəzlik, cəm isim, xəbər cəmdə olmalıdır. Bir avtomatik çıxır. Eynən oldan sonra cəm isim, cəm əvəzlik, xəbərimiz nədə olmalıydı? Cəmdə olmalıdır. 2 də çıxır. Düzgün cavabımız nə qalır? 3, 4. Each one plus of, özündən sonra cəm isim və cəm əvəzlik, xəbəri təkdə. Ona görə düzgün cavabımız qalacaq burada nə? 3-lə 4, B variantı. Aha, 120-ci sualımıza baxarıq. I opened the door, but I didn't see. Baxırıq. Deməli, no və non törəmələrini çıxırıq, çünki bir sadə cümlədə iki inkarlıq olmaz. Some və some'ın törəmələri təsdiq cümlələrində işlənir. Yenidən sonra isim gəlməlidir. Düzgün cavabımız qalacaq burada nə? B variantı. 120-ci sualımıza baxırıq. Yenə burada but var, qarşılaşdırma var. Birinci cümlə təsdiqdə, ikinci cümlə inkarda verib. Demək, some və some'ın törəmələri harda işlənir? Təsdiq cümlələrində işlənir. Avtomatik some'ın törəmələrini çıxırıq. Bir sadə cümlədə iki inkarlıq olmadığına görə nonun törəmələrində çıxırıq. Düzgün cavabımız qalır nə? Y variantı. Bildiyimiz kimi yeni B-nin törəmələri sual və inkar cümlələrində işlənir. Cümləmiz də burada nədir? İnkarda olduğuna görə N-ini seçirik. %120-ci sualımıza baxırıq. Cümləmiz nədədir? İnkardadır. Some və some'ın törəmələri harda işlənir? Təsdiq cümlələrində işlənir. Cümləmiz inkarda olduğuna görə bir sadə cümlədə iki inkarlıq olmadığına görə avtomatik C, D variantı çıxır. Düzgün cavabımız qalacaq nə? B variantı. 123-cü sualımıza baxırıq. Yenə cümləmiz inkardadır. Avtomatik no və nonun törəmələrini çıxırıq. Bir sadə cümlədə iki inkarlıq olmaz. Some və some'ın törəmələri təsdiq cümlələrində işlənir. Düzgün cavabımız qalacaq nə? D. Yenə dediyim kimi, yeni verinin törəmələr harda işlənirdi? Sual və inkar cümlələrində. Boşluqdan sonra isim gəlib. Bildiyimiz kimi, törəmələrdən sonra nə işlənmir? İsim işlənmir. B, Y variantı gedir. Düzdür. Gəlin digər variantlarımıza baxaq. Deməli, burada deyir, mən susuzam. Deməli, susuzdursa nəyə ehtiyacı var? Bir qədər suya, biraz suya ehtiyacı var. Deməli, no və no N gedir. Düzgün cavabımız nə qalacaq burada? A variantı. Həm də bilirik ki, no'dan sonra isim qarşısında heç bir təyin edici işləmir. No'dan sonra burada N ola bilməz. No'dan sonra birbaşa isim gəlir. Düzgün cavabımız qaldı A variantı. %125-ci sualımıza baxaq. Görək burada nə deyir? Aha, it's my first visit to this city. Deyir, mən bu şəhərə ilk səyahətimdir. I don't know. Aha, mən nə bilmirəm. Bilir ki, some və some'ın törəmələri harda işlənir? Təsdiq cümlələrində. Cümləmiz özü nədədir? İnkarda. Təsdiqdə işləndiyinə görə, deməli, some və some'ın törəmələri çıxır. Bir sadə cümlədə iki inkarlıq olmadığına görə no və no'nun törəmələri də çıxır. C, D variantda avtomatik çıxır. Düzgün cavabımız qalacaq nə? B variantı. 126-cı sualımıza baxırıq. Yenə cümləmiz inkardadır. Some və some'ın törəmələri təsdiq cümlələrində işlənir. Bir sadə cümlədə iki inkarlıq olmadığına görə nothing də çıxır burada.
N verinin türəmələri A-da işlənirdi sual və inkar cümlələrində. Burada C variantı N-dən sonra isim gəlməlidir. Baxırıq boşluqdan sonra isim gəlməyib. Düzgün cavabımız qalacaq burada nə? B variantı. 127-ci sualımıza baxırıq. Boşluqdan sonra cəm isim gəlib. Evdən sonra sayılan tək isim gəlir. Ayzadan sonra sayılan tək isim gəlir. Nayzadan sonra sayılan tək isim gəlir. İstdən sonra sayılan tək isim gəlir. Düzgün cavabımız qalacaq nə? Boş. Boşluqdan sonra cəm isim gəlib. Baxaq görək. Anazdan sonra nə gəlir? Sayılan tək isim gəlir. Azas, azasdan sonra isim gəlmir. İki variantımız qaldı. A, Y variantı. Bildiyimiz kimi samdan sonra gələn isimin qarşısında və yaxud da ki, ümumiyyətlə samdan sonra Z gələ bilməz. Samdan sonra Z gəlmədiyinə görə avtomatik burada Y variantı da çıxır. Düzgün cavabımız qalacaq nə? A variantı. Amma sam of birləşməsindən sonra isimin qarşısında mütləq nə işlənməlidir? Z artikli işlənməlidir. Amma samdan sonra birbaşa Z gələ bilməz. Bunu bir dəfəlik yadda saxlayaq. 129-cu sualımıza baxırıq. Boşluqdan sonra nə gəlib? Cəm isim gəlib. Azasdan sonra isim gəlmir. Azasdan sonra isim gəlmir. Anazdan sonra sayılan tək isim gəlir. Yenə burada D variantı ona görə çıxır ki, samdan sonra Z gələ bilməz. Düzgün cavabımız qaldı nə? Y variantı. 130-cu sualımıza baxaq. Aha. 130'da but var, yenə qarşılaşdırma var. Gəlin görək cavabımız nə olacaq burada. Deməli, some of learns burada olacaq. Some of us learn English in our office. Deyir bizim ofisdə nədir? Bəzilərimiz nəyi öyrənir? İngilis dili öyrənir. But var burada. But nobody olacaq. Nobody learns German. Amma heç min German dilini öyrənmir. Düzgün cavabımız nə? Alman dilini öyrənmir. Burada düzgün cavabımız qalacaq nə? C variantı. 131-ci sualımıza baxaq. Xəbərimiz nədədir? Təkdədir. Olu avtomat çıxırıq. Ol, ham mərkəz mənasında xəbər nədə olmalıdır? Cəmdə olmalıdır. Baxaq görək. Bilirik ki, törəmələrin xəbəri nədə olur? Təkdə olur. Düzdür? Deməli, as everything, bu da tərcümədir. As everything was done to save the people. Deyir, insanları xilas etmək üçün hər şey edilmişdir. Əgər hər şey edilibsə, deməli, heç kim neynəməyib, daşqından əziyyət çəkməyib. Ona görə düzgün cavabımız burada nə olacaq? A variantı. Tərcüməyə əsasında düzgün gələn bir dənə variant var, o da nədir? A variantı. B variantda deyir ki, heç bir şey edilməmişdir, heç kəs nədir? Əziyyət çəkmədi. B variantı ola bilməz. Y variantda deyir ki, hər şey edilmişdir, hər kəs neynədir? Əziyyət çəkdi. Hər kəs zərər gördü, ona görə Y variantı ola bilməz. Düzgün cavabımız qalacaq nə? A variantı. 132-ci sualımıza baxaq. Boşluqdan sonra cəm isim gəlib, xəbərimiz nədədir? Cəmdir. İkinci tərəfdə xəbərimiz nədir? Təkdədir. Görək burada düzgün cavabımız nə olacaq burada? Bilirik ki, all plus of özündən sonra cəm isim, cəm əvəzli xəbərimiz nədir? Cəmdə. Burada all okeydir. Deməli, baxaq. Deyir, xoşbəxtlikdən everybody, hər kəs əziyyət çəkdi. Xeyr. A variantı tərcümə ilə uyğun gəlmir. Postdan sonra cəm isim, cəm əvəzlik. Yenə burada verib someone. İkinci tərəf düzgün gəlmir. Tərcümə ilə B variantı ola bilməz. Each of bilirik ki, özündən sonra cəm isim, cəm əvəzlik. Xəbərimiz nədə olmalıdır? Təkdə olmalıdır. C variantı ona görə çıxır. D variantı some ola bilər, amma everyone ola bilmir. Burada xoşbəxtlikdən deyir. Xoşbəxtlikdən hər kəs əziyyət çəkdi. Xeyr. Hər kəs zərər gördü, ola bilməz. D variantı da çıxdı. Düzgün cavabımız qaldı nə burada? Y variantı. Deyir, bütün turistlər xilas edildi, xoşbəxtliklər nədir? Heç kim zərər görmədi. Ona görə düzgün cavabımız qalacaq burada nə? Y variantı. 133-cü sualımıza baxaq. Boşluqdan sonra nə gəlib? Sayılan tək isim gəlib. Biz bilirik ki, no ilə işlənmiş ismi qarşısında heç bir təyin edici işlənə bilməz. Yəni, nodan sonra nə gəlməlidir? Birbaşa isim gəlməlidir. A getdi, azas, azasdan sonra ümumiyyətlə isim gəlmir. Ən az ola bilməz ki, burada ən var. Nə olacaq düzgün cavabımız? C variantı. Ən az özü nədir?
N plus A-zı. Ona görə burada B variantı da ola bilməz. Düzgün cavabımız qaldı nə? C variantı. Eynən 134-də 133-cü sual kimidir? Eyni qaydadır. Boşluqdan sonra sayılan tək isim gəlib. Avtomatik azası gedir. Bunlardan sonra isim gəlmir. C variantı no'dan sonra Z artikli gələ bilməz. B variantı ən azı var. Burada ən azıdır. N plus az olduğuna görə çıxır. Burada düzgün cavabımız nə qalacaq? Azı. 135-ci sualımıza baxırıq. Burada gəlin baxaq görək nədir vəziyyət. İkinci tərəfdə boşluqdan sonra of gəlib. Biz bilirik ki, törəmələrdən sonra nə gəlmir? Of gəlmir. Everydən sonra of gəlmir. Deməli, qaldı 2 dənə variantımız. D-yə burada samdan sonra isim gəlməlidir. D variantda çıxır. Düzgün cavabımız qalacaq nə burada? Y variantı. 136-cı sualımıza baxaq. Cümləmiz inkardadır, düzdür? Bilirik ki, bir sadə cümlədə iki inkarlıq olmaz. Avtomatik 2 gedir. Sam və yenidən sonra nə gəlməlidir? İsim gəlməlidir. Burada isim yoxdur. Həm də sam və samın törəmələri ada işlənir. Təsdiq cümlələrində. Düzgün cavab nə qaldı? 1, 4, C variantı. Otuz 7-ci sualımıza baxırıq. The police couldn't find out. Görək burada nə olacaq? Variantlarımıza baxırıq. Deməli, cümlə öz inkarda olduğuna görə bir sadə cümlədə iki inkarlıq olmaz. Avtomatik A variantı getdi. İkinci tərəfdə də baxırıq nə var? Boşluqdan sonra cəm isim gəlib. Burada ən azı ola bilməz. Ən azdan sonra sayılan tək isim gəlir. Ən azdan sonra sayılan tək isim gəlir. Azasdan sonra isim gəlmir. Düzgün cavabımız nə qaldı burada? C variantı. Boşluqdan sonra of, cəm isim gəlib, cəm xəbər gəlib. Burada boşluqdan sonra xəbərimiz təkdə gəlib. Görək nə olacaq? Bildiyimiz kimi everydən sonra of gəlmir. Deməli, it, burada da everydən sonra of gəlmir. Avtomatik D variantda çıxır. It's of plus cəm isim, cəm əvəzi xəbərimiz təkdə olmalıydı. All plus of plus cəm isim xəbər nədə? Cəmdədir. Burada hər şey qaydasındadır. Amma ikinci tərəfdə xəbərimiz burada təkdə olduğuna görə bilir ki, all hamar kəsmə arasında xəbər nədə olmalıdır? Cəmdə olmalıdır. Ona görə 138-də düzgün cavabımız qalacaq nə? Baxaq. Qaldı nə? B variantı. All, bilir ki, törəmələrin də xəbəri nədə olur? Təkdə. Boşluqdan sonra cəm isim gəlib. Of, cəm əvəzlik gəlib. Deməli, everydən sonra sayılan tək isim gəlir. It's-dən sonra sayılan tək isim gəlir. Burada ikinci tərəfdə every var. Everydən sonra of gəlmir. B variantı gedir. C variantda everydən sonra of ola bilməz. C variantda gedir. Düzgün cavabımız qalır nə? Y variantı. Boşluqdan sonra of, sayılmayan isim gəlib. Xəbərimiz təkdə gəlib. İkinci tərəfdə nə gəlib? Of, deməli, görək, samın bildiyimiz kimi samdan sonra sayılan cəm isim, sam ofdan sonra sayılan cəm isim gələndə xəbərimiz nədə olur? Cəmdə. Bildiyimiz kimi samdan sonra nə işlənə bilir? Sayılmayan isim də gələ bilir. Sayılmayan isim isə nədir? Xəbərimiz nədə olacaq? Təkdə olacaq. Gəlin görək burada variantımız nə olacaq? Deməli, B variantına baxırıq. Everydən sonra of gəlmir, getdi. Everydən sonra of gəlmir, C getdi. Demək, every plus of gəlmir, D variantı getdi. Baxaq, görək. Only all işlənmir, amma only sam işlənə bilir. Cavabımız nə qalacaq burada? A variantı. Cümləmiz inkardadır. Gəlin baxaq. B getdi, C getdi. Bir sadə cümlədə iki inkarlıq olmaz. Aydındır. Avtomatik B, C variantı çıxır.
You can never know everything. There is always. Aha, burada da tərcüməyə əsasən ikinci tərəfdə everything-i qoya bilmərik. Deyir ki, sən heç vaxt deyir hər şeyi bilə bilməzsən. Nədir? Deyir sən bilmədin, həmişə sən bilmədiyin nəsə olmalıdır. Deməli, burada D variantı düzgün cavabımızdır. Deməli, sən həmişə deyir hər şeyi bilə bilməzsən. Deyir sən heç vaxt hər şeyi bilə bilməzsən. Həmişə bilmədiyin nəsə olmalıdır. Ona görə düzgün cavab qalır tərcümə ilə D variantı. Burada da samdan sonra isim gəlməlidir. Ona görə E variantda çıxır. Düzgün cavabımız qalacaq nə? D variantı. Cümləmiz inkardadır. Deməli, inkardadırsa avtomatik sam gedir. Sam və samın törəmələri təsdiq cümlələrində işlənir. E variantı gedir. Bir sadə cümlədə nə olmaz? İki inkarlıq olmaz. Baxaq digər variantlarımıza. Burada boşluqdan sonra isim yoxdur. Eni getdi avtomatik. Jane didn't show me everything. There was something. Ona görə tərcümə ilə də burada nə olacaq? Tərcüməyə əsasən də burada biz götürəcək 142-də C variantı. Burada ikinci tərəfdə də cümləmizdə deməli inkarlıq yoxdur. Ona görə yeni verin törəmələri harda işlənirdi? İnkar cümlələrində. Həm də burada D variantı something, sam və samın törəmələri harda işlənirdi? Təsdiq cümlələrində. Cümləmiz özü inkarda olduğuna görə D variantı ola bilməz. Düzgün cavab qaldı nə? C variantı. Yenə baxırıq. Cümləmiz nədədir? İnkardadır. Sam və samın törəmələri harda işlənirdi? Təsdiq cümlələrində işlənirdi. Avtomatik A, D getdi. Cümlə inkarda olduğuna görə bir sadə cümlədə iki inkarlıq olmaz. E variantı getdi. Nə qaldı variant olaraq? Deməli, B ilə C variantı, birdən sonra isim gəlməlidir. C variantı getdi. Düzgün cavab nə qaldı? 143-də B variantı. Dördüncü sualımıza baxaq. Boşluqdan sonra of, cəm əvəzləyik ki, xəbərimiz nədə gəlib? Cəmdə. Bilirik ki, vanın xəbəri təkdə olur, için xəbəri təkdə olur. Evdən sonra of gəlmir. Törəmələrdən sonra of gəlmir. Düzgün cavabımız qalacaq nə burada? 144-də D variantı. %145-ci sualımıza baxaq. Görək burada nə var? Deməli, there are two foreign students in our group. One of them is from China. Artıq digəri bizə məlum olduğuna görə biz burada nədən istifadə edəcəyik? Z azədən. Düzgün cavabımız elə burada digər variantlara baxmağa ehtiyac yoxdur. Düzgün cavabımız olacaq burada nə? Y variantı. Aha, 146-cı sualımıza baxırıq. Bu da tərcümədir. 146-cı sualımız. Burada düzgün cavabımız olacaq nə? C variantı. Deyir, heç bir şey Steven'i qorxuza bilməz. Deyir, nədir? O qorxusuz kişidir. Düzgün cavabımız olacaq burada nə? C variantı. 147-ci sualımıza baxırıq. Boşluqdan sonra nə gəlib? İsim gəlib. Boşluqdan əvvəl nə gəlib? Now gəlib. Azəsdən sonra isim gəlmir. Z-azəsdən sonra isim gəlmir. No-dan sonra ənaza işlənə bilməz. Bilir ki, no-dan sonra birbaşa isim gəlməlidir. İsim qarşısında heç bir təyin edici işlənə bilməz. Burada da no-dan sonra Z işlənə bilmədiyinə görə Y variantı gedir. Düzgün cavabımız qalacaq 147-də nə? D variantı. %148-ci sualımıza baxaq. Yenə boşluqdan əvvəl nə gəlib? Boşluqdan əvvəl gəlib nə? Azəsdən sonra isim gəlmir. Z-azəsdən sonra isim gəlmir. Deməli, no-dan sonra Z ola bilməz. No-dan sonra ənaz ola bilməz. Düzgün cavabımız qalır nə? A variantı. Boşluqdan sonra of, cəm əvəzlik, xəbərimiz nədə? Təkdə. Avtomatik ol gedir, boş gedir. Bunlardan sonra cəm isim, cəm əvəzlik gəlibsə xəbəri cəmdə olmalıdır. İkinci tərəfdə də van var. Baxaq görək. İç plus of plus cəm isim xəbər cəmdə verə bilərik. Ənazdan sonra zaten nə gəlir? Tək isim gəlir. C variantı ola bilər. Azasdan sonra isim gəlmir. Evdən sonra isim işlənmir. Düzgün cavabımız qalacaq burada nə? C variantı. 150-də boşluqdan sonra cəm isim, boşluqdan sonra of, cəm əvəzlik.
Deməli, everdən sonra nə gəlir? Sayılan tək isim gəlir. Ayzadan sonra sayılan tək isim gəlir. Nayzadan sonra sayılan tək isim gəlir. İkinci tərəfdə boşluqdan sonra of var. Evr işlənə bilməz. Bilir ki, evrdən sonra of işlənmir. Düzgün cavabımız nə qalır? D variantı. 151-də boşluqdan sonra cəm isim gəlib. Boşluqdan sonra of, cəm əvəzlik. Deməli, ayza, nayza, evrdən sonra nə tər isim gəlir? Sayılan tək isim gəlir. Avtomatik A, C, D variantı çıxır. İkinci tərəfdə də boşluqdan sonra of olduğuna görə evri çıxır. Düzgün cavabımız qalacaq nə burada? B variantı. 152-ci sualımıza baxaq. Boşluqdan sonra cəm isim, xəbərimiz nədir? Cəmdə. Each one plus of, cəm isim, cəm əvəzlik xəbərimiz nədə olmalıdır? Təkdə. Only one of, cəm isim, cəm əvəzlik xəbəri nədə olmalıdır? Təkdə. Düzgün cavabımız nə qalacaq? Most, bir də all. 2, 3, 4. Var elə bir cavab B variantı. Boşluqdan sonra nə gəlib? Sayılmayan isim gəlib. Bilirik ki, törəmələrdən sonra nə gəlmir? İsim gəlmir. Düzdür? Baxaq, görək. Burada N-V-nin törəmələri harada işlənirdi? Yox. Burada fikir verir cümləmizin sonunda nə var? Ayza var. Bilirik ki, ayza harada işlənir? İnkar cümlələrində cümlənin sonunda. Baxaq, görək. İnkarlıq yaradan burada nədir? No. Ona görə düzgün cavabımız olacaq nə? C variantı. Burada ayzaya görə no-nu qoyduq. Əslində bilirik ki, N-dən sonra sayılan cəm isim, sayılmayan isim gəlir. Samdan sonra sayılan cəm isim, sayılmayan isim gəlir. Sadəcə burada cümlənin sonunda ayza olduğuna görə bilirik ki, ayza da harada işlənir? İnkar cümlələrində cümlənin sonunda. Ona görə biz nə götürdük? Burada düzgün cavab C variantı. 154-cü sualımıza baxırıq. 154-də yenə 150 tipli sualdır. Burada da elə avtomatik cavabımız cümlənin sonunda ayza olduğuna görə avtomatik cavabımız nə olacaq? A variantı. (55-ci sualımıza baxırıq. Boşluqdan sonra sayılmayan isim gəlib. Avtomatik törəmələri çıxırıq. Törəmələrdən sonra nə gəlmir? İsim gələ bilmir. Düzgün cavabımız nə qalacaq? 1, 4, B variantı. Boşluqdan sonra baxırıq. 56-cı sualımıza. Cəm isim gəlib. Törəmələrdən sonra bilirik ki, nə gəlmir? İsim gəlmir. Avtomatik something, anything, nothing olan variantlar çıxır. Bir cümləmiz özü inkarda olduğuna görə bir sadə cümlədə iki inkarlıq olmaz. B variantı da çıxır no işləndiyinə görə düzgün cavabımız qalacaq nə? A variantı. (157-ci sualımıza baxaq. Cümləmiz inkardadır. İnkarda olduğuna görə no və no-nun törəmələri avtomatik çıxacaq. Deməli, bir sadə cümlədə iki inkarlıq olmaz. Sam və samın törəmələri harada işlənirdi? Təsdiq cümlələrində. Ona görə düzgün cavabımız qalacaq burada nə? 157-də D variantı. Bu qədər hörmətli abituriyentlər. Sağ olun. Allah'a əmanət olun.